Əslində, baxmayaraq ki, hamı bu xanımı qınayır, dediyi sözlərə görə. Mən onu qınamıram. Bilirsiniz niyə? Ona görə ki, bu xanım heç vaxt köməksiz qalmayıb. Onun imkanlı atası var, qohumları var, yəqin ki, yoldaşı var. O qəşəng pul qazanır, yəni. O heç vaxt 300 manata ayda, 400 manata ayda yaşamayıb. Və ona görə də o bilmir, yəni vəziyyət necədir. Və əgər dövlət ona o şəraiti yaratmasa, onun maaşın 300-400 manat, 500 manat ayda eləməsə, biz burada nə desək də, nə deməsək də, o heç vaxt bunu başa düşməyəcək. Və siz bunu anlamalısınız ən azından. Yəni insan ən azından necə deyərlər, özgə ayaqqabı giyinməlidir və biraz çətin yaşayan insanların yolun getməlidir ki, o başa düşsün ki, necə haqsız bir sözlər deyib. Amma bu ona heç